Çox sağ olun, hörmətli sədr əziz həmkarlar. İnzibat Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müxtəlif aspektləri əhatə eləyir. Hörmətli Kamal müəllim kifayət qədər ətraflı məlumat verdi. Mütərəqqi təşəbbüsdür. Hüquq münasibətlərinin inkişafı fonunda icmal informasiya sistemi barədə müddialar, süni intellektlə yaradılan materialların nişanlama olmadan yayımlanmasına, dilənçiliklə məşğul olmaya, belə xüsusi icra məmurları haqqında qanun pozulmasına görə məsuliyyətin müəyyən edilməsi günün tələbi hesab edilə bilər. Cari dəyişiklik layihəsinin 3 müddəası isə uşaq hüquqları haqqında qanunun tələblərinə müvafiq verilən çevik reaksiya kimi təklif edilir. Təbii ki, bu kifayət qədər çevik reaksiyadır, bu özlüyündə alışılanmalıdır, amma etiraf eləyək ki, bu hissədə müddiaların bəziləri ənənə və reallıqları arxa plana keçirmək təhdidi yaradır. Xüsusən 525-1 maddəsində nəzərdə tutulan konsepsiya, cəmiyyətimizdə min illər boyu formalaşan valideyn-uşaq münasibətlərinin bizə xas ailə dəyərlərinin təməllərinə zərbiyə çevrilə bilər. Psixi, əxlaqi və davranış pozuntusu olan valideynlər istisna olmaqla heç bir valideyn övladına zərər vermək istəməz. Uşaq heç kim üçün, valideyn üçün olduğu qədər əziz deyil. Gəlin özümüzə sual verək, biz kimi kimdən qorumağa çalışırıq? Uşağı anasındanmı? Bu bizə çox yad standartdır. Ailə dəyərləri itmiş, uşaqları valideynlərdən qoruyan toplumların formalaşdırdığı süni doğmadır. Amma üstəlik unutmayaq ki, Epsteynlərdə məhz uşaqların qorunduğu iddia edilən həmin o toplumlarda yetişib. Ona görə də əsrlərdir ki, cəmiyyətimizdə oturuşan uşağın ən sağlam, ən sınaqdan çıxmış effektiv tərbiyəsini təmin edən sistemimizi qırmağa ehtiyac yoxdur. Ailədə evdə olan evdə qalmalıdır. Bunu bacaran uşaq sabah dövlətində də elə, dövlət daxilində olanı dövlətin daxilində də saxlamağı bacaracaq. Amma bu maddə faktiki olaraq uşaqları valideynin üzərinə qaldırır hardasa. Bu cür təşviq, bu kimi hallara rəvac vermək düşünürəm ki, faydalı deyil. Təbii ki, uşağa cismani cəza vermək yaxud zorakılıq yol verilməzdir. Amma bu oturuşmuş dəyərlərin zədələnməsi hesabına baş verməməlidir. Bəli, Kamal müəllim çox haqlıdır, digər normalarda artıq bu var. Amma bunu xüsusi olaraq uşaq valideyn sistematikasına gətirmək hesab edirəm ki, o qədər də faydalı olmaz. Qeyd edilən amili çıxmaq şərti ilə layihəni dəstəkləyirəm. Çox sağ olun.